Deməli, bu video katsız olacaq. Hər kəsə Viyana, gözəl Viyana şəhərindən salam. Bura Avstriyadır. Avstriyanın paytaxtı Viyanadır. Deməli, bu video dediyim kimi katsız olacaq. Kəsməyəcəm. Heç bir yerində edit falan eləməməyə çalışacağam. Daha doğrusu eləməyəcəm böyük ehtimal. Çünki kompüterim falan heç nəyim yoxdur. Telefonla da çətin məsələdir bu edit məsələləri. Deməli, bir park tapmışam. Gəldim bura ki, burada bu az öncə yox, dünən yox, sırağa gün. Mən vizamı almışdım. Daha sonra bu gün isə mən getdim, pasportumu götürdüm. Üstünə yapışdırdılar belə vizanın şəklini. Dünən e-mail gəlmişdi, bu gün getdim, götürdüm. Mən Amerika vizasından söhbət gedir təbii ki də. Təbii ekranda, daha doğrusu videonun başlığından görəsiniz. Mən J1 vizasını almışdım. Bu viza Work and Travel vizasıdır. Mən keçən ildə bildiyiniz üzərə Work and Travel'da olmuşdum. Bu ildə yenə də sınadım və çox şükür ki, türlü əziyyətlərdən sonra axır ki ala bildim. Bu arada özüm üçün bəzi qeydlər aparmışam ki, bu video katsız olacaq deyə bilim də nə danışacağam, nə edəcəm. Çox da böyük səhvlər eləməyim. İndidən olacaqsa üzrlə hesab edin. Ən öncə demək istəyirəm ki, zəhmət olmasa abunə olub bəyənməyi, yorum yazmağı, təbriklərinizin hamısını gözləyirəm və məni Instagramdan takip edə bilərsiniz indi. Mən bu aprel ayında hələ ki bu Avropada olmağı planlayıram. Görək qalan işlər necə gətirir. Məni də orada izləsəz, hal-hazırdakı videolarımı və s. izləyə bilərsiniz. Əlavə suallarınızı oradan verə bilərsiniz və s. Deməli, mən vizanı, J1 vizasını Avropadan aldım. Avropa yox, daha doğrusu Viyanadan. Başlayaq, bu necə başladı? Mən noyabr ayında qeydiyyatdan keçdim proqram üçün bir şirkətlə. Bu Interex şirkəti idi. Qeydiyyatdan keçdikdən sonra mənim üçün ikinci səfərim idi deyə daha asan oldu qeydiyyat prosesi. Keçən ildən bilirdim nə olur, nə olmur. Mənim üçün əsas stresli vaxtlar başlayırdı. Artıq nə vaxt başlayırdı? Fevraldan falan təqribi. Mənim biraz iş prosesində sənədim gec gəldi. Normalda mən fevral ayında vizaya girəcəydim. Gəldi, aprel ayına düşdü. Aprelin mən 14-ü girdim. Hal-hazırda ayın 16-sıdır, aprelin 16-sıdır. Elə bunu çəkib daha sonra həmən YouTube-a atmağı planlayıram. Neysə, mən deməli artıq noyabr ayında qeydiyyatdan keçdim. Sənəd sünnətlər bitər, 1-2 aya həll oldu. Sonra Şengenə başvurdum. Şengendən mən problemlər yaşandı. Şengenim gecikdi. Götürdüyüm yer ləğv oldu və s. və axır. Axır əvvəl aprel ayı üçün mən yer götürə bildim. Aprel ayı üçün yer götürdüm Viyanadan. Niyə Viyana? Keçən mən Çexiyadan, Praqdan almışdım. Praq gözləmədiyimiz anda martın ortalarında batdı. Yəni vermirdilər. Bir irqçi qadın var idi, sarışın çıxdı ortaya. Hamını kəsirdi, Azərbaycanlı və türk. İlk öncə Azərbaycanlı 99%-ni kəsdi. Türkləri də kəsirdi hətta. Onların amma bəziləri kəsə bilirdi. Amma belə Ukraynaya, Ruslara səhv eləmirəmsə qəşəng verirdi. O sarışın qadını sevirdilər. İndi bu J1 prosesində olan şəxslər bilir nə demək istəyirəm. Bir dəqiqə baxım görüm mikrofonum işləyir. Hə, işləyir. Çox başıma gəlir. Bunu normalda kəsirəm, indi kəsə bilmirəm. Neysə. Praq batdı. Düşdük təkərə ki, ayda nə edəcəyik? Portuqaliya var idi ortada, Viyana var idi ortada. Daha sonra gedə biləcəyimiz ölkələrdən. Azərbaycan haqqında da danışacağım indi. Daha sonra Bosniya var idi, Tunis var idi. Sadəcə o ölkə Tunis viza istəyirdi. Mənim Şengenim var idi. Bir də niyə Tunisə viza alım? O da əlləm qallam idi, gah verirdi, gah vermirdi. Bosniya axırıncı kursları kəsirdi. İstəyirsən səyahət keçmiş nə olsun, olmasın. Bura gəlməmişdim, amma 6 ölkə gəlmişdim. Mən o cəhətdən rahat idim çox şükür. Mənim ortalamam zəif idi. 68 ortalamam var idi. 4 GPA üzərindən bilmirəm nədir. 2-5 deyirlər, 2-7 deyirlər. Hər halda 2-7 idi deyə düşünürəm. Ondan daha sonra qərar qıldıq. Son qərarı mən qıldım. Portuqaliya və ya Viyanada. Portuqaliyanı düşünürdüm. Çünki orada daha çox approvları, yəni müsbət geri dönüşləri var idi. Alırdı insanlar. Sadəcə Portuqaliyaya gediş-gəliş aşırı çox baha idi. $420 ən ucuz tapdığım gediş-gəliş idi. Başqa ölkələrdən oraya keçmək belə baha idi. Pramoya gərək Portuqaliyanın, Lizbonun özünə düşərdin. O da $420 elə gəldi. Çox baha idi. Ondan əlavə olaraq da Portuqaliya elə getdi. Digər ölkələrin də niyə getdiyini dedim. Qaldı Viyana opsiyonu. Viyanadan artıq mən yer götürməyə məcbur idim. Bu sırada çoxlu Ramazan idi. Çoxlu dualar eləyirdim ki, xeyirlisi olsun. Mən bilmirəm, amma xeyirlisini
Allah nəsib eləsin və s. Həqiqətən də elə oldu. Bu arada indi Bakıda leysan yağır. Bunu sonradan izləyənlər varsa, bura günlük günəşli idi. 25 dərəcə bu gün isti. İndi 20 neçə dərəcədir? 25-27 yazada qalxacaq. Bura qəşəngdir bu arada. Mən bir neçə ölkədə həqiqətən olandan sonra Viyana, mən heç gözləmədiyim qədər çox sevdim Viyananı. Mən Amerikada qalmağı tərcih eləmərəm qətiyyən. Həçmənlik bir ölkə olmadı. Bu haqda sonradan danışacağam. İlk öncə prosesi danışım mən. Deməli, daha sonra Azərbaycanı gördük ki, dalbadal hamıya verir vizanı. 70 plus ortalamaları olan hər kəsə istəyir, səhət keçmişi olsun, olmasın, hər kəsə verir. Məndə də 68-dir, risk eləyə bilmirdim. Mən Praqdan yer götürmüşdüm əslində. Sonradan kəsilmələr gəldi. Mən də $185 ona vermişdim. O pul batdı. Məcbur yenə yer götürdüm Viyana üçün bu səfər. Bu arada özür dilərim, küləkdir, əsir yüngül var. Yenə $185 pul verib götürdüm Viyanadan yer. Risk atdım, gəldim bura. Həyatımın ən böyük riskini atmışdım bu il. Yəni amma şükür ki, yaxşı nəticələndi. Hər şey hələ ki yaxşı gedir. Həqiqətən çox əziyyətlər çəkmişəm. Bunu dediyim kimi bölmüşəm videoları. Birinci Viyanadan danışacağım yüngül, sonra Amerika vizasını necə aldığım, ondan sonra da bir motivasiya ilə bağlı sizə qəşəng tövsiyələrim olacaq bu barədə. Deməli kəsilənlər oldu vizadan, heyf ki, inşallah sonradan alarlar onlar yenə də. Azərbaycandan sonra reapply elədilər. Əgər sizin də izləyirsiniz, ortalamamız 70-in üstündədirsə, hətta 80-90-dırsa, xaricə çıxmağa qətiyyən tövsiyə eləmirəm. Uzaqbaşı gəlib 2-3 gün gəzib qayıdarsınız, Azərbaycanda vizaya girərsiniz. İstəyirsinizsə əgər Avropanı görməyi. Avropadan almış kimi sayarsınız özünüzü. Bundan əlavə olaraq da mən də Avropaya gəlməyə məcbur idim, Azərbaycanı risk eləmədim. Gələndə düşünürdüm ki, son 2-3 gün qalmış. Həqiqətən mən stressdən 2 həftə yata bilmirdim. Yəni ömrümdə ilk dəfədir belə bir şey yaşayırdım ki, stressdən yata bilməmək nə deməkdir? Axı ki düzəldi, həqiqətən alandan sonra bir dərin çəkdim. Proses necə oldu? Deməli, getdim səfirliyə, orada tapdım. Biraz çətin oldu, yüngül var, çox yüngül. Əgər siz də bura gələsizsə, mənə yaza bilərsiniz. Mən sizə bu barədə tövsiyələr verə bilərəm. Mənə suallar verdi. Başladı sırası keçən ildən suallar verməyə ki, keçən il birinci dedi ki, keçən ildən nə xoşuma gəldi. Daha sonra ixtisasımı soruşdu. Gələcəkdə nə etmək? Dedim neçənci kursdan? Dedim 4-cü kurs. Bu biraz problem idi mənim üçün. Ortalama və bu. Amma məndən çox az bir sənəd almışdı. DS 2019 deyə bir sənəd var. Sadəcə onu almışdım. Başqa heç bir sənədi istəmədi məndən. Bu çox yaxşı bir haldır əslində. Bu sənədi götürdü məndən. Daha sonra onun üzərində işləməyə başladıq. Suallar verir, dizayn ixtisasımı soruşdu. Bunun haqqında danışdım. Hətta dedim ki, bir startapda çalışıram. Gənclərin sosial media forumu var. Instagramda məni izləyənlər bilir. Bunu da rəsmi olaraq əlimdə bir sənəd yox idi. Sadəcə mən dedim ki, vəziyyət budur. Gənclərin sosial media forumunda dizayner olaraq işləyirəm. Reels maker olaraq işləyirəm əslində. Amma dizayn hissəsini də biraz itələmiş ola bilərəm. Nə bilim, adam biraz stresə düşür, biraz yüngülvari səhvlər eləyə bilirik bu konuda. Əslində yalan deməməliydim, amma neysə. Olan oldu. Bu suallar gələndən sonra məndən neynədi? Sonra dedi ki, pasportu məndən götürdü, DS-19-umu mənə verdi ki, zaten əgər viza prosesində Amerikada elədi ki, sizə pasportu verirsə, bu o deməkdir ki, reject aldınız, approve vermədi sizə, yəni qəbul eləmədi. Amma pasportu götürür və deyirsə ki, bir neçə gün ərzində gəlib götürə bilərsən və s. Sən e-mail gələcək, yəni bu o deməkdir ki, alınmısan, mən də həqiqətən sevindim. Arada mən çox ofansif cavablar verməyə çalışırdım ki, gələcəyimə inansın mənim, geri qayıdacağıma inansın. Deməli, hansı suallara, hansı cavablar verdiyimi bilmək istəyirsə, xahiş edirəm, Instagramda yazın. Bu video çox uzanmasını istəmirəm. 4 dənə, 5 dənə nədir sual vermişdi, onların da bir cavabını vermək indi var. Neysə, bu, ondan sonra nə danışım, bir dəqiqə mən qərar verim. Deməli, Amerika vizasını mən aldım və kimlərə tövsiyə edirəm Viyanaya gəlməyi viza üçün. Tövsiyə ediyim şəxslər səhət keçmişi olanlardır. Birinci kurslar, kurs dediyim, ilk ili olanlar, work and travel baxımından ilk ili olanlar çalışsınlar ki, gəlməsinlər. Çünki təhlükəlidir. Birinci il olub da kəsilən bu gün bir nəfər oldu, çox heyif ki. Cəmi səhv eləmirəmsə, 2 nəfər kəsilib, 3 nəfər alıb indiyənə qədər. Belə bir statistika var idi Viyanada.
Mən dediyim kimi risk almışdım, amma səhət keçmişim həqiqətən mənə kömək elədi. Səhət keçmişiniz varsa, durun gəlin. Hətta nə bilim turist vizavız varsa, Amerikaya olubsa, durun gəlin. Kanada vizavız olubsa, durun gəlin. Nə bilim Schengen falan olub gəzmisinizsə bayağı bir ölkələri, yenə də durun gəlin. Buradan alma ehtimalınız böyükdür. Ortalamaya baxmır. 68 bərbad bir ortalamam var idi. Fezlərlə belə olmadı. Daha sonra ümumi bu proses haqqında deyəcəyim bu qədərdir. Daha sonra ümumən danışmaq istəyirəm. Yəni məni izləyənlər ola bilər ki, fikirləşəsiniz ki, həqiqətən bəxti gətirib və s. və axır. Bunu göz dəyməsin deyə demirəm, amma o da var içində niyyətim təbii ki. Amma yəni ümumiyyətlə deyirəm ki, özünüzü də o cəhətdən şey eləməyin ki, bunun bəxti gətirdi, məndə gətirməyə bilər. Bəxt söhbəti olmur. Mən trade kimi oturub hər gün baxırdım ki, hansı ölkə yaxşıdır. Mənim profilim budur, ortalamam budur. Travel keçmişim var. İndi bu profillə kim hardan alıb, mən hardan ala bilərəm. Bunları çox yoxlayırdım. Sizə tez girməyi tövsiyə edirəm. Tez girənlərin həmişə ortalaması pis də olsa, nə də olsa tez girənlər çoxunluqla alır. Məsələn, elə profillər ola bilər ki, normalda heç vaxt almaz, amma ən birinci tez girmirsən, fevraldan girmirsənsə almırsan. Mən tez Praqa getsəydim, indi almışdım. İndi hər şeydə bir xeyir var. Gəldim bura, buranı da gəzmiş oldum. Yəni buradan aldım, amma buranı da gəzmişdim. Normalda mən Viyanaya gəlməzdim, Praqada olsaydı. Amma xeyirlisi işdə, hər şeydə bir xeyir deyir. Həyatım alt üst oldu demə, altının üstündən xeyirli olmadığını hardan bilirsən? Belə bir söhbət var. Həqiqətən də elədir. Ümidlərinizi kəsməyin, çalışın heç vaxt bu barədə. Mən tam bu Amerika vizası, Schengen vizasını alana qədər tam 2 il əlləşmişəm bundan ötürü. 2 il bir şeylər eləməyə çalışmışam. Bir anda olmur heç nə. Bunu indi mənim görə bilirsiniz, 7-ci ölkəmdəyəm burada və s. Nə bilim 9-10 dənə şəhər gəzmişəm. Bu heç bir anda olmadı. İlk 0-dan 1-ə ən çətin idi. 1-dən 10-a daha asandır. Mən 1-dən 10-dakı periyoddayım çox şükür. 0-dan 1-i atlatmışam. Çox çətinliklər çəkmişəm. Hər dəfə çətinliklər çəkəndə bunun nəticəsinin olacağını düşünün. Allah həqiqətən də nəticəsini verir. Əziyyət çəkirsiniz, amma nəticədə verir. Ümumən deyəcəklərim çox böyük ehtimal bu qədər idi. Məni dediyim kimi, buradan izləyib takip etməyi unutmayın. Əlavə suallarınız varsa Instagramdan verə bilərsiniz. Bomba kimi videolar çəkirəm Instagrama, onu izləməyi unutmayın. Əlavə suallarınız varsa da yorumlar da yaza bilərsiniz. Əslində yorumlardan da cavab verə bilərəm. Oldu. Sağ olun.